Düzdür, şaftalda 60 qram əski idi, 60 qram. Düzdür, böyük bir, belə deyək də, böyük bir məbləğ deyil 60 qram. Ancaq 10 nəfər alsa bu 600 qram edir, yarım kilodan çox. Salam xanım təkrardan. Biz yaxınlaşmışdıq az öncə, sizdən məhsul almışdıq. Əskikdir bu məhsul. Bəli, ola bilməz, biz öz tərəzimiz də var. Ola bilməz, baxaq, görə neçə qramdır oradan. Biz sizdən neçə kilo almışdım mən? 1 kilo nə qədər eləyir? Bir maddə. Yox, indi təzədən üstünə qoymağa ehtiyac yoxdur. Xahiş edirəm vəsaitimizi qaytarın yerim. Da alası olmadıq. Bu mənzərədən sonra alarsınız? Yox vallahi yox. Yer get yine. Yer Sen orada. Yox, bir dəqiqə, ay xanım. Ay xanım, bir dəqiqə. Xahiş edirəm. Xahiş edirəm, polisə müraciət etmə məcburiyyətində qalacaq. Xanım, niyə əski idi bax o bayaqçı? Səbəbi nə idi? Birinin üstündən alıb yiyimsə mən düzgün çəkəm. Buyur, sağ ol. Açmadan birbaşa çəkəcəm kənarda, videonu dayandırmadan. Təxminən 60 qramda bu əskikdir. Bizim işimiz, məqsədimiz kiminsə işi ilə, aşı ilə oynamaq deyil. İçəridə satıcılar var idi ki, doğruya, düzgün bizə məhsul satdılar. İndi həmin xanımlara da yaxınlaşıb təşəkkür eləyəcəyik ki, həqiqətən var olun ki, sizin kimi satıcılarımız var. 1 kilo verəm. 1 kilo verəm. 1 kilo 45. Düzdür, tamamilə doğrudur, hələ artıq da qoyun. Təşəkkür edirik, minnətdarıq dürüstlüyünüz üçün. Çox sağ olun. Bax, həqiqətən işini vicdanla, dürüst görən insanlar təqdirə layiqdir.